Yaşadığı ömrü büsbütün elmi pedaqoji fəaliyyətə həsr edən ziyalı, tanınmış tarixçi, araşdırmacı, tədqiqatçı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəcadənin 70 yaşı tamam olub. Müəllimin yubiley yaşı münasibəti ilə çalışdığı təhsil ocağında yadda qalan tədbir keçirilib. Tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru Xudayar Sultanlı açaraq, Ələsgər müəllimin zəngin elmi və pedaqoji fəaliyyəti, bölgənin ictimai-mədəni həyatındakı rolu barədə geniş məlumat verib. 1956-cı ilin aprelin 1-də Cəlilabadın Kövüzbulaq kəndində dünyaya göz açan Ələsgər Mirzəzadə 1975-ci ildən təhsil aldığı tarix ixtisasına uyğun olaraq əmək fəaliyyətinə başlayıb. Çıxış edən natiqlər bugün 70 illik yubileyini qeyd edən yubilyarın ötən illər ərzində gənc nəslin formalaşmasındakı xidmətlərini yüksək qiymətləndirərək universitet rəhbərliyinin təbrik məktubu və hədiyyəsini ona təqdim etdilər. Daha sonra çıxış edən ziyalılar, alim və mədəniyyət xadimləri, yazıçılar, ədəbiyyatşünaslar Ələsgər Mirzəcadənin şəxsiyyətindən, müəllimlik missiyasından və çoxşaxəli tədqiqatlarından bəhs etdilər. Vurğulandı ki, Ələsgər müəllim pedaqoji fəaliyyətlə yanaşı, həm də doğma yurdun tarixi irsini sədaqətlə araşdıran, qoruyan və gələcək nəsillərə ötürən ziyalıdır. Ələsgər müəllim dünya miqyasında tanınmış tarixçidir. Onun Rusiyada əsərləri çap olunub, Almaniyada əsərləri çap olunub, Ukraynada əsərləri çap olunub, Türkiyədə çap olunub. Ələsgər müəllimin Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə verdiyi töhfələr çox böyükdür. Və ən maraqlı kitablarından da biri odur ki, onun öz tələbələrinin, hansı ki şəhid olmuş tələbələrin həyatından kitab yazıb. Və Ələsgər müəllim bizim üçün çox sevimli bir insandır. Ələsgər müəllim mən uğurlar arzulayıram, elmi uğurlar arzulayıram, yaradıcılıq uğurlar arzulayıram. Ələsgər müəllim qlobal bir sahəyə malik bir insandır. O qlobal sahənin adamıdır. Ələsgər müəllim. Mən bilirsən, məhdud səviyyəli adam deyir o. O məhdud səviyyədə qarası bir insan deyir. Çox güman ki, bu yaxında, lap bu yaxında deyərdim, onun o əsərləri elmi qiymətini alacaq və dünya səviyyəsinə çıxacaq. O cümlədən bizim bölgəmizi, Muğan bölgəmizi dünyaya tanıtdıracaq inşallah. Ələsgər müəllim ötən 40 ilə yaxın müddət ərzində Muğan bölgəsinin tarixini, arxeoloji irsini və maddi mədəniyyət nümunələrini geniş şəkildə tədqiq edib. Onun qələmə aldığı elmi əsərlər, Cəlilabad abidələri, Muğanın maddi mədəniyyət abidələri, tarix və zaman, Muğanın irsi, həməşəri xalçaları, həmçinin vətənpərvərlik mövzusunda yazdığı Vətən bizi unutmaz publisistik əsəri oxucular tərəfindən böyük maraqla qarşılanıb. Bu il çapdan çıxan Azərbaycanın Cənub bölgəsinin tarixindən adlı kitabı isə müəllifin 6-cı elmi nəşri olaraq onun zəhmətinin növbəti bəhrəsidir. Gələcək planlarım Allah ömür versə inşallah və tədqiqatlarımı davam etdirəcəm, Çünki Azərbaycanın Cənub-Şərq bölgəsi böyük tarixi məkandır, çox böyük tarixi məkandır və mən can atıram ki, yəni hələ açılmamış bütün o sirlərdən akademiyanın müəllimləri ilə bir yerdə, o cümlədən yerli tarixçilərlə bir yerdə onu üzə çıxardım və tariximizə, Azərbaycan tariximizə bir töhfə verir. Sonda yubilyar ona sayğı və diqqət göstərən universitet rəhbərliyinə, həmkarlarına, tələbələrinə, bütün tədbir iştirakçılarına öz sonsuz minnətdarlığını bildirdi. Görüş bir daha göstərdi ki, elmə və xalqa xidmət edən insanlar heç vaxt unudulmur. Əyyub Türkay, Samir Qurbanov, Zaid Aydınoğlu, Cəlilabad.